Xanım Zəhra çünki bilirdi imamət yolu Allaha gedən yoldur. Ana xətdir. Elə bir xətdir ki, bu yoldan sapınsan, istədiyin nəticəni əldə edə bilməyəcəksən. Xanım Zəhra bilirdi ki, imamətsiz insan ruhiyyəsi formalaşa bilməz. Baxın imamət məsələsinə Qurandan bir ayə gətirək. Maidə surəsi 67-ci ayə. Mütəal Allah Peyğəmbərə, Peyğəmbərdən sonra imamət məsələsini necə bəyan eləyir? Allah Teala buyurur ki, Əuzu billahi mineşşeytanirracim. Ya eyyuhər rəsul. Ey mənim Peyğəmbərim, bəlliğ mə unzilə ileykə min rabbik. Rəbbindən sənə nazil ediləni tam şəkildə insanlara çatdır. Ardıca nə buyurur? Əgər bunu etməsən, elə bil ki, onun risalətini, Allahın risalətini çatdırmamısan. Allah səni insanlardan qoruyacaqdır. Onların təhlükəsindən qoruyacaq. İnnallâhe lâ yehdil qavməl kafirin. Həqiqətən Allah kafir qovmu hidayət etməz. Bu məsələ imamət məsələsidir. Dini aşılayacaq, insanlara dini öyrədəcək o ilahi rəhbəri təyin elə. Həzrəti Zəhra salamullah əleyha da bunun üçün gəldi səhniyə. Bu ciddi məsələ xanım Zəhranı gətirdi məscidə. Və o mühacirlərin, ənsarların, səqifə əhlinin qarşısında kəskin xutbə elədi.